Salam, axşamınız xeyir olsun. Gün ATV-yə baxırsınız. Studiyada Aynur Zahid. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Birləşmiş Ştatların xüsusi təyinatlı bölmələri Venezuelaya yaxın ərazilərə yerləşdirilir. İndi isə daha ətraflı. İran hökuməti gözlənilmədən və əvvəlcədən xəbərdarlıq etmədən İraqa qaz ixracını tamamilə dayandırıb. Xəbəri İraqın Elektrik Enerjisi Nazirliyi təsdiqləyib. Məlumata görə İranın bu addımı İraqın elektrik şəbəkəsinin böyük bir hissəsinin bağlanmasına və ölkənin elektrik enerjisi istehsal gücünün 4000 ilə 4500 meqavat arası azalmasına səbəb oldu. İran Enerji Nazirliyi məsələ ilə bağlı verdiyi açıqlamada bunun əlverişsiz şəraitlə bağlı olduğunu iddia edib. Qeyd edək ki, İran İraqın elektrik və qaz ehtiyacının 35-40%-ni təmin edir və bu axının dayandırılması İraqın sabitliyinə və ölkədə əsas xidmətlərin təminatına ciddi zərbə vuracaq. Davam edirik. Rusiya buğdası yüklənmiş ilk qatarın Azərbaycan və Gürcüstan ərazisindən Ermənistana göndərilməsi çox vacib hadisədir. Bunu Rusiya Baş Nazirinin müavini Aleksey Averçuk bildirib. Onun sözlərinə görə 30 ildən çox müddətdə Ermənistan və Azərbaycan müstəqil olandan sonra ilk dəfə olaraq Rusiya buğdası yüklənmiş ilk qatar Ermənistana bu xətt vasitəsilə göndərilib. Bugün bu reallıqdır. Bu Rusiya buğdası idi. Sonra Qazaxıstan buğdası göndərildi. Biz indi bu xəttlə digər yüklərin göndərilməsini müzakirə edirik. Bir müddət əvvəl Azərbaycandan neft məhsullarının Ermənistan bu xətt vasitəsilə göndərilməsi məlumatı yayıldı. Yəni ki, biz həqiqətən dəyişiklik haqqında danışırıq. Əlbəttə ki, burada 3 lider, Rusiya, Azərbaycan və Ermənistan liderləri 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşması vacib rol oynayıb. O zaman faktiki olaraq bu müharibəni dayandırmağa nail olundu və bizim ölkələrimizin birlikdə çalışa bilməsi üçün əsas qoyuldu. Hazırda Ermənistan və Azərbaycan birbaşa iki tərəfli rejimdə işləyirlər. O cümlədən sərhədlə bağlı çalışırlar. Bilirəm ki, həmkarlarım bir-birinə qonaqda gedirlər. Azərbaycanla Ermənistan arasında ticarət başlayır. Neft məhsulları göndərilib. İndi Ermənistandan Azərbaycan ərazisindən keçməklə Rusiyaya hansısa yüklərin göndərilməsinə söhbət gedir deyə Averçuk vurğulayıb. Rusiya Baş Nazirinin müavini bütün bunların bu yaxınlara qədər az ehtimal olan məsələlər olduğunu da söyləyib. Moskva və Vaşinqton son illərdə yığılıb qalan problemlərin həlli ilə bağlı dialoqu davam etdirir. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin rəhbəri Aleksandr Qusarov İzvestiya qəzetinə açıqlamasında bildirib. Diplomatın sözlərinə görə dialoqun başlanğıc nöqtəsi Rusiya və ABŞ prezidentləri arasında 12 fevral tarixində baş tutmuş telefon danışığında əldə edilən anlaşmalar olub. Həmin danışıq zamanı tərəflər Rusiya Birləşmiş Ştatlar münasibətlərinin kompleks şəkildə bərpasının zəruriliyini vurğulayıblar. Ukrayna böhranının nizamlanması üzrə danışıqlarda iştirak edən tərəflər 4 yekun sənəd üzərində işi davam etdirirlər. Bunu ABŞ-nin NATO yanında daimi nümayəndəsi Matthew Whitaker deyib. Diplomat Fox News telekanalının efirində bildirib ki, hazırda danışıqlar masasında 20 maddəli sülh planı, çoxtərəfli təhlükəsizlik zəmanətləri, ABŞ tərəfindən xüsusi təhlükəsizlik zəmanətləri, eləcə də sülhün bərqərar olunmasından sonra iqtisadi artım və rifahın təmininə dair plan yer alır. Bu sənədlərin hamısı real vaxt rejimində müzakirə olunur. Düşünürəm ki, hazırda Ukraynanın nə istədiyini kifayət qədər yaxşı anlayırıq deyə Whitaker əlavə edib. Xəbərlərimiz davam edir. Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün şəxslər həlak olub. Bunu Liviya Baş naziri Əbdülhəmid Dibeyhibə bildirib. Baş nazirin bəyanatında deyilir ki, faciəvi qəza zamanı Liviya Baş qərargah rəisi general Məhəmməd Həddad və onu müşayiət edən şəxslər həyatını itirib. Həlak olanlar arasında Quru Qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Kətişi, Liviya Baş qərargah rəisinin müşaviri Məhəmməd Asavi Diyab, eləcə də baş qərargahın media ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alıb. Türkiyədən rəsmi səfərdən qayıdarkən baş vermiş bu faciəli və kədərli qəza nəticəsində onların hamısının həyatını itirdiyi xəbəri bizi dərinlər sarsıtdı deyə Dibeybə bildirib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. ABŞ bu həftə Karib hövzəsinə xüsusi təyinatlı qüvvələr və hərbi yüklər daşıyan çoxsaylı təyyarələr göndərib. Bu barədə The Wall Street Journal nəşri Amerikalı rəsmilərə və açıq uçuş məlumatlarına isnadən məlumat yayıb.
Nəşrin məlumatına görə bazar ertəsi ABŞ-nin New Mexico ştatında Cannon aviabazasından Karib hövzəsinə azı 10 ədəd CV-22 Osprey tipli dönən vintli təyyarə göndərilib. Bu tip hava gəmiləri ABŞ xüsusi əməliyyat qüvvələri tərəfindən istifadə olunur. Bundan əlavə Fort Stewart və Fort Campbell hərbi bazasından C-17 tipli yük təyyarələrinin Puerto Rico'ya çatdığı bildirilir. Amerikalı rəsminin sözlərinə görə həmin təyyarələr hərbi heyət və avadanlıq daşıyıb. Mənbə daşınan qoşunların növünü və avadanlığın dəqiq tərkibini açıqlamayıb. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.